Doktor, HPV virusu pozitiv olan pasiyentlər hansı müayinələrdən keçməlidir? Human papilloma virusu pozitiv olan pasientlərdə ən önəmli müayinə pap smear analizi və kolposkopik müayinədir. Pap smear testinin cavabına əsasən və ya uşaqlıq boyununda kolposkopik müayinə zamanı dəyişmiş sahə aşkarlanarsa, həkiminiz biopsiyanı da təyin edə bilər. Doktor, pap smear testimin nəticəsində dəyişmiş hüceyrə aşkarlandı. Mən xərçəngəm. Əgər pap smear testinin cavabında atipik hüceyrə aşkarlanmışdırsa, həkiminiz kolposkopik müayinə zamanı dəyişmiş sahəni görürsə, o zaman biopsiyanın təyin olunması məsləhətdir. Yalnız biopsiyanın cavabına əsasən xərçəng diaqnozunuz təsdiqlənə bilər. Doktor, kandilomaları yandırdıqdan sonra yenidən yarana bilər? Bəli, əgər virus əleyhinə preparatlar təyin edilməyibsə və virus pozitivdirsə, o zaman təkrar kandilomaların yaranması baş verə bilər. Bu kimi hallarla qarşılaşmayasınız deyə yandırıldıqdan sonra virus əleyhinə preparatların təyin olunmağı məsləhət görülür. Doktor, HPV-si pozitiv olan pasiyentlər neçə vaxtdan bir kolposkopik müayinədən keçməlidir? Human papilloma virusu pozitiv olan pasiyentlər əgər analiz cavabında yenə də pozitiv göstərirsə, hər 3-6 aydan bir kolposkopik müayinədən keçməniz tövsiyə olunur. Doktor, HPV-si pozitiv olan pasiyentlər də peyvənd vurdura bilər? Bəli. Human papilloma virusu pozitiv olan pasiyentlərin də vaksin olmağı məsləhət görülür. Vaksin sizi HPV-nin 9 nömrəsindən qoruyur.